bizim həm dəmir yolu, həm avtomobil yolu Ermənistan sərhədinə gedən yollar demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı haradasa 95%'dir. Dəmir yolunun fiziki hazırlığı 70%'dir. Biz sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ ki heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində o 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində bildiyiniz kimi yolun uzunluğu haradasa 190 kilometrdir. Onun böyük hissəsi var, düzdür, vəziyyəti o qədər də yaxşı deyil. Ancaq bugün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət eləyir. Olmayan hissələr də var, həm Ordubad, həm Sədərək istiqamətində. Orada biz indi olmayan dəmir yollarını tikməyə başlamışıq. Və hesab edirəm ki, 1-2 ilə o da başa çatacaq. O ki, qaldı yolun qalan hissəsinə. Burada da biz xarici investorları da dəvət edirik. Kim istəyir, sərmayə qoysun və bu sahəni də xarici investisiyalar üçün də açıq eləmişik. Beləliklə, tam bu layihə başa çatandan sonra onun yük ötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi həm şərq-qərb, həm də ki şərq-cənub, bəlkə də şimal-cənub yolunun bir qolu olacaq. Çünki bugün şimal-cənub layihəsi deyəndə ilk növbədə Rusiya, Azərbaycan, İran, yəni Rəşd-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra Sovet vaxtında Sovet İttifaqı İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya, Bakı, Ağbənd, Ermənistan, Naxçıvan, Cülfa və Fars körfəzi. Yəni bu şimal-cənub marşrutunun ikinci yolu olacaq. Eyni zamanda orta dəhlizin də ikinci yolu olacaq. Və təbii ki, yük aşırma qabiliyyəti artacaq və Naxçıvandan iki istiqamət üzrə yol davam edəcək. Bir istiqamət Türkiyə, Avropa, bir istiqamət İran, Fars körfəzi və Yaxın Şərq. Və qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamət verici tərəfi də biz olacaq. Yüklər cəmləşəcək Azərbaycanda və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın. Bu, özünə qəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika prezidenti Trump bu yola öz adını verib. Artıq bu onun yoludur. Və Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur.